Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike la. Eşhedü enne Muhammeden abduhu ve resuluhu emma ba'd. İlk önce herkese selamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sonra Allah-u Teala'ya həmsələr olsun ki, bizi belə xeyirli bir məclisin müvəffəq edib. Həqiqətən Allah Azze və Cəlləni zikr etmək, onun adını xatırlamaq böyük bir neymətdir. Necə ki, yer üzündə olan cənnət bağçalarından bir bağçadır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qüdsi hədisdir, yəni Allahın yollarda dolaşıb, Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allah Azze və Cəllə yad edən bir cəmaat gördükləri zaman bir-birlərini çağırıb, axtardığınızın yanına gəlin deyirlər. Sonra onlar bu cəmaatı öz qanadları ilə dünya səmasına dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən hər şey onlara daha yaxşı bildiyi halda soruşur. Qullarım nə deyirlər? Mələklər, onlar sənin şənini tərif deyirlər. Səni uca tutur, səni həmsana təqdis edir və səni tərifləyirlər deyə cavab verirlər. Və Allah Azze və Cəllə soruşur ki, məgər onlar məni görüblərmi? Mələklər deyirlər, xeyr, vallahi ki, onlar səni görməyiblər. Və Allah Azze və Cəllə soruşur, bəs məni görsəydilər necə olardı? Mələklər deyirlər ki, əgər onlar səni görsəydilər, bundan da çox sənə ibadət edər, səni tərifləyər, səni həmsana təqdis edər və səni şəni uca tutardılar. Və Allah Azze və Cəllə soruşur ki, onlar məndən nə istəyirlər? Və mələklər deyir, onlar səndən cənnəti istəyirlər. Allah Azze və Cəllə soruşur, məgər onlar cənnəti görüblərmi? Mələklər deyir, xeyr, ya Rab, vallahi ki, onlar cənnət görməyiblər. Allah Azze və Cəllə soruşur, bəs görsəydilər necə olardı? Mələklər deyirlər, əgər onu görsəydilər, daha əzimlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar. Və Allah Azze və Cəllə soruşur ki, onlar mənə nədən sığınırlar? Mələklər cavab verir ki, cəhənnəm odundan. Allah Azze və Cəllə soruşur, məgər onlar cəhənnəmi görüblərmi? Mələklər, xeyr, ya Rabbi, vallahi ki, onlar cəhənnəmi görməyiblər. Allah Azze və Cəllə soruşur, bəs onu görsəydə necə olardı? Mələklər dedi, əgər onu görsəydilər, ondan daha çox uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər. Və Allah Azze və Cəllə buyurur ki, şahid olun ki, mən onları bağışladım. Bu vaxt mələklərdən biri deyir, bu cəmaatın arasında olan filan kəs, onlarla yoldaşlıq edənlərdən deyildi. Sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir. Allah Azze və Cəllə buyurur ki, bunlar elə insanlardır ki, onlarla oturub duran adam bədbəxt olmaz. Və hədis bizə göstərir ki, subhanallah, elm məclisinin, zikr məclisinin fəzilətin. Ona görə zikr məclislərinə etinasızlıq etmək olmaz. Yəni, insan bacardıqca nə etməlidir? Yəni, gücü çatdığı qədər gəlib iştirak etməlidir. Çünki bu səbəblə insan bağışlanır. Yəni, əgər biz axirəti istəyiriksə, yaxşı, axirəti istəyiriksə, bu quru-quru olmalı deyil də. Baxın, biz Allah Subhanahu iman gətirmişik. Biz nə üçün iman gətirmişik? Yəni, özümüzə sual verməliyik. Ona görə çalışmaq lazımdır. Axirət, 5 vaxt namaz qılmaqla sanki arxançılıq olmaz. Biz hələ bilmirik hansı namazımız Allah qatında qəbuldur. Və insan bilmir ki, hansı əməlinə görə cənnətə daxil olar. Subhanallah, bəlkə burada oturduğuna görə Allah Subhanahu bağışladı. Yəni, baxın, hər bir kəs öz nəfsini daha gözəl tanıyır. Yəni, etdiyi əməlləri biz öz gözü önündən keçirsin. Ona görə çünki bizə həmin gün fayda verən bu dünyada etdiyimiz salih əməllər olacaq. Həqiqi Allah qorxusu, təqva, insan günahla baş-başa qalanda mən bunu Rəbbim üçün tərk edirəmmi? Və həqiqi ixlas onda üzə çıxır. Allah Subhanahu Taala'nın bizə və bizdən əvvəlki ümmətə tövsiyəsi var. Deyir ki, وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّكْمَنِ اتَّقُوا اللّٰهِ Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmağı buyurdu. Allah Subhanahu Taala bizə istədiyi təqvalı olmaqdır. Yəni Allah qorxusu. وَمَنْ يَتَّقِ يَجْعَلْ لَهُ مَخْرَجًا Kim Allahdan qorxarsa, Allah Azze və Cəllə ona çıxış yolu açar. Və təqva və gözəl əxlaq. Hansı ki, Əbu Zər radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Harada olsan Allahdan qorx, pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. İnsanlarla gözəl əxlaqla davran. Yəni Allahdan qorx, yəni Allahın əzabından qorunmaq üçün
bir qoruyucu götür. Bu isə onun əmrlərini yerinə yetirib qadağalardan çəkinməkdir. Harada olsan, yəni gizlində və aşkarda, evdə, fərq etmir, yolda, bazarda, insanlar içində və təklikdə olduqda insan Rəbbindən qorxmalıdır. Pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. Hədisdə yaxşılığın tövbə mənasında olmasında və ya ümumi məqsdaşmasında alimə ixtilaf etmişdir. Yəni, düzgün rəy budur ki, yaxşılıq tövbə şəklində olması da pisliyi silir. Necə ki, buna dəlil olaraq da 5 vaxt namazın insanın kiçik günahlarını yuyub aparmasıdır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim gün ərzində 100 dəfə Subhanallah bihamdih deyərsə, dəniz köpüyü qədər bir günah olsa bağışlanar. Təbii ki, kiçik günahları. Və insanlarla gözəl əxlaqla davran. Yəni, söz və əməllərində insanlarla gözəl əxlaqla müamilə et. Və insan harada olmasına asılı olmayaraq Rəbbindən qorxmalıdır. Çünki hədisdə də buyuruldu ki, Allahdan qorx, harada olsan. Yaxşılıqlar pislik, yəni pis əməlləri silir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. Və Allahın qulları üzərində olan fəziləti nədir? Çünki bizi ədalətlə ölçək, yaxşılığın pisliyi silmədiyini görərik. Hədisin zahiri ümumi formadadır. Yaxşılıq edərkən onu məhz həmin pisliyi silməsini niyyət etmək lazımdırmı? Yəni, sual yarana bilər. Hədisin zahirinə görə xeyr. Yalnız yaxşılıq etmək pisliyin silinməsi üçün kifayətdir. Bu, Allahın qullarına bəxş etdiyi nemətlərdəndir. Belə olunmasına səbəb onun mərhəmətinin, qəzəbinin üstün gəlməsidir. Və insanlarla gözəl əxlaq davranmaq, çünki insanlarla gözəl əxlaq davranmaq cənnəti qazanmaq səbəbdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, gözəl əxlaqı olan şəxs gündüzləri oruç tutur, gecələri namaz qılanın əcrini qazanır. Subhanallah, gözəl əxlaq. Çünki İslamın 5 vacib əməlindən sonra ən vacib əməl gözəl əxlaqdır, insanın əxlaqlı olmasıdır. Çünki qiyamət günü gəlir ki, insanın əxlaqı tərəziliyə qoyulacaq. Ona görə Allah Subhanahu istəyir ki, bizi gözəl əxlaq sahiblərindən etsin. Və Həsən Basri Rəhməllah buyurur ki, həqiqətən təqva əhlinin bəzi əlamətləri var, onları onunla tanımaq olar. Onlardan bir neçəsini qeyd edir, deyir, doğru danışan, əhdə vəfalı olan, qohum əqrabaya qayğı göstərən, zəiflərə mərhəmət göstərmək, fəxir və təkəbbürdən uzaq olmaq, yaxşılıq etmək, insanlar qarşısında özünü göstərməyə çalışmamaq, gözəl əxlaq sahibi olmaq, Allah-u Teala'ya yaxınlaşmağa aparan geniş qəlbi mülayim olmaq. Bunlar nədir? Yəni, həqiqi təqvanın səmərələridir, belə deyək. Və həmçinin İbn Qeym Rəhməllah buyurur, ruzinin açarı istiğfarda və təqvalı olmaqdadır. Yəni, təqvalı olmağa çalışmaqdadır. Əgər insan baxırsan ki, Muhammed sallallahu aleyhi və səlləm, yəni günahları bağışlanan bir şəxs gün ərzində 100 dəfə estağfurullah tövbə eləyir deyirsə, istiğfar edirsə, biz necə? Yəni, istiğfar edir, Allahdan bağışlanma diləmək. Yəni, subhanallah, biz daha çox çalışmalıyıq, daha çox istiğfar etməliyik. Yəni, ümmətinə fayda olsun deyə Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edib. Ona görə biz də çalışmalıyıq ki, yəni, gün ərzində istiğfarı çoxaltmalıyıq. Ruzinin gəlməsinə səbəbdir, insanın bağışlanması səbəbdir. Bəzən deyirik ki, dualarımız gecikir və yaxud da ruzidə problem olur. Hamısının səbəbi insanın asilikləri, günahlara düşməsidir. Əgər istiğfar edirsə, işləri asanlaşır və ruzisi ona gəlir. Yəni, duanın qəbul olmasına səbəbləri insanın etdiyi asiliklərdir. Dünya və axirət xeyirlərini özündə cəm edən əzəmətli bir dua vardır. Hansı ki, Abdullah bin Məsud radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Allahümmə inni əsəlikəl huda və tuqa vəl-əfəvə vəl-ğinə. Allahım, səndən hidayət, təqva və iffətli olmağı və zənginlik diləyirəm. Bu dua özündə bir çox xeyirləri cəm edib. Peyğəmbər sallallahu aleyhi və səlləm daim etdiyi dualardandır. Buna görə gərəklidir ki, bu dua əzbərlənsin və gündəlik olaraq istər namaz daxilində, istər qeyri-namazda olarkən dua edilsin. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm az kəlmələrlə həm dünya, həm axirət xeyirlərini özündə cəm edən dualar etmiş və ümmətini də bu dualar etməyi təşviq etmişdir. Duada gəldi, hidayət nədir? Hidayət zəlalətin əksidir. Yəni, biz şükür etməliyik ki, Allah Subhanahu bizi hidayət edib, milyardların içindən seçib, bizi doğru yola yönəldib, haqq əhli edib, tövhid əhli edib, tövhid əhlinin içini bizi sünnə əhli edib.
Bu Allah Subhanahu taala'nın böyük bir nemətidir öz qullarına. Buna görə nə qədər həmd etsə yazılır. Baxırıq, insanlar dünya nemətlərinə görə Allaha şükür edir, amma ən əsas dəyərli nemət olan hidayət nemətinə görə, İslam nemətinə görə Rəbbinə şükür etməyi unudur. Təqva da nədir? Təqva əmrləri yerinə yetirib qadağalarından çəkinməkdir. İffət nədir? İffət asiliklərdən və çirkin işlərdən uzaq olmaqdır. Zənginlik isə insanlara ehtiyac olmamaqdır. Və İbn Qeym Rəhməhullah deyir ki, Allah Azze və Cəllə ünsiyyət qurmaq duygusal bir haldır. O ehsanın məqamlarındandır. Və təqva üç şey ilə hasil olur. Devamlı Allah Azze və Cəllə zikr etməklə, səmimi məhəbbət və gözəl əməl. Allah Azze və Cəllə ünsiyyətin güclü və zəif olması ona yaxın olmanın miqdarındadır. Yəni, hər dəfə qəlb öz Rəbbinə yaxın olduqda onunla ünsiyyətə daha güclənir. Hər dəfə ondan uzaqlaşdıqda isə onunla Rəbbi arasında ayrılıq daha şiddətli olur. Və təqva izzətdir, yəni ucalıqdır. İmam Şafi Rəhməhullah deyir ki, kim təqva, yəni Allah qorxusu, kimi təqva Allah qorxusu izzətli etməzsə, heç onu izzətli etməz. Yəni kim ucalığı Allaha itaat etməkdə görmürsə, heç bir vasitə onu izzət etməyəcək. Hətta zahirən nəyinsə səbəbi ilə hörmət olunan şəxs sonradan da hörmətsiz olur. Necə ki görürük, 520 il öncə yaşamış İslam alimləri hələ də onlara dua ilə rəhmət oxunur. Bu hamısı təqva ilə ixlasın, təqvanın səmərəsidir. Bir neçə il öncə ölmüş böyük sərvət sahibləri var ki, nə xatırlanmır və yaxud da məzəmmət olunur, yəni unudulur. Və insan xoşbəxt olmaq istəyirsə, İbn Cəvzi Rəhməhullah deyir ki, xoşbəxt olan kəs hər bir halda bir təmələ bağlı olan kəsdir. O təməl isə təqvadır, Allah qorxusudur. Çünki əgər o zənginləşərsə, təqva onu bəzəyər. Əgər kasıblaşarsa, təqva ilə ona səbir qapılar açılar. Əgər salamat qalarsa, təqva ilə onun üzərində olduğu neymətlər tamamlanar. Başına bir bəla gələrsə, onu daşıyar. Və ona nə zaman, nə toxluq, nə aclıq, nə də müsibətin uzun sürməsi zərər verməz. Çünki bütün bunlar hamısı dəyişir və aradan qalır. Təqva salamat olmağın əsasıdır. Yəni, sanki yatmayan qoruyucu kimidir. İbn Cəvzi Rəhməhullah buyurur bu hissədə. Sonra Əli Rədahında gəlib soruşurlar ki, təqva nədir? Və Əli Rədahında deyir ki, təqva uca Allahdan qorxmaq, nazil etdiyini əməl etmək, az ilə qane olmaq və axirət üçün hazırlıq görməkdir. Və Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem soruşurlar ki, cənnətə girməyə daha çox səbəb olan nədir? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah qorxusu, təqva və gözəl əxlaq. Yəni, baxdıq ki, zikr olan məsələlərə təqvanın önəmini göstərir. Və insan, əgər sıxıntılar varsa, belə deyim, başına müsibətlər gəlirsə, təqva ilə məsələlərdən çıxa bilir və təqva ilə cənnəti qazanır. Allah qorxusu, həqiqi Allah qorxusu nədir? Və Allah Subhanahu taala insana, baxın, yaradıb, ona ruzi verib. Düzdür, onu başlı-başını buraxmayıb. Ona Rəsul göndərib, düzdürmü? Yəni, kim Rəsula itaat edirsə cənnətə qazanır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də bizə göstərib bu məsələləri. Yəni, hər bir məsələ şəriət tamamlanıb, risalət tamamlanıb və Allah Subhanahu taala, Allah Rəsulü sallallahu aleyhi ve sellem hər bir məsələyə toxunur. Sadəcə bizim üzərimizə düşən əməl etməkdir. Biz sonra şikayətlenirik ki, nə üçün bərəkət yoxdur? Mənim üçün qardaşlıq bağlarının zəifləməsi. Vallahi hamısının səbəbi qardaşlar, əməl etməyi tərk etmişik ona görə. Sanki elm bizim məlumat olur. Elm nədir? Faydalı elm odur ki, insan bildiyini əməl edir. Yəni bu moizələr olsun, xatırlatmalar, zikir məclisləri və s. və s. Əgər bu şeylər əməl olunmursa, bərəkət hasil olmayacaq. Yəni nə vaxt bərəkət hasil olacaq? Bildiyimizi əməl etdiyimiz zaman. Baxın, Yahudilərdə elm var idi. Allah Subhanahu taala "Ya'rifunahu kema ya'rifuna abna'ahum." Onlar Peyğəmbər sallallahu aleyhi ve sellem tanıyırdılar, necə öz övladlarını tanıdıqları kimi. Amma Allah Rəsulü sallallahu aleyhi ve sellem iman gətirmədilər. Baxın, elmsiz, yəni elm olub əməli tərk etməyinə baxın. Yəni insan elmi tərk edərsə, bildiyini əməl etməzsə, onu tərk edəcək. Sadəcə ona məlumat olur, üzərinə hüccət qaldırır. Amma elmini əməl etdikdə, vallahi deyirəm ki, bərəkət hasil olur. Yəni qardaşlıq bağları olsun, Allah Azze və Cəllə ilə insana münasibəti olsun. Baxın, necə namazlarımız nə üçün adət hallanır? Çünki biz namazlarda daim bir zikirləri edirik. Amma müxtəlif zikirlər gəlib sünnədə. İnsan hər dəfə bunu dəyişərsə, namazın ibarət
adət hala olmaz. Necə Həsən Basri rəhməhullah dedi, imanın şirinliyin 3 əməldə gördüm, dadırsan. Yəni namaz qılmaqdır, Allaha zikr etməkdir, bir də Quran oxumaqdır. Əgər insan bu 3 əməldə imanın şirinliyi dadmırsa, bilsin ki, imanın şirinliyi qapısı onun üzünə bağlanıb. Ona görə yəni, namaza nə üçün adət hallanır? Namaza rahatlıq tapmırıq. İnsan düşünməlidir ki, subhanallah, son namazındır. Çünki bəzən şeytan bizi nə ilə aldadır? Uzun-uzadı arzularla, xəyallarla. Subhanallah, biz bilmirik, yəni sabaha saat çıxacaq, yoxsa yox. İnsan baxırsa ki, bu dünyasını qurur, amma əsası olan ahirət yurdunu isə unudur, subhanallah. Hansı ki, elə bilir ki, 5 vaxt namaz qıldım, arxayınçılıq. Şeytan arxayınlaşdırır. Kifayətlənir. Vallahi elə deyil, insan daha çox çalışmalıdır. Yəni, hansı ki, belə deyim də, insanlar əgər bilsəydə ki, Rəbbi hər gecə onları çağırır, onun istədiyin verir, subhanallah. Necə o insan yata bilər ki? Amma bizə deyilsə ki, filan kəs bizə $10,000 verir gecə saat 2-də, bəlkə də yatmarıq, gelimi pulu alır. Amma dünya malının istəyi var, amma əsas ahirət. Allah Azəvəcəllə mülkün sahibi olan Allah, sənə Rəbbin səni çağırır hər gecə. Yəni, məndən istəyən var mı, onun istədiyini verir. Məndən bağışlama diləyən var mı, onu bağışlayın. Subhanallah. Hansı ki, Allah subhanallah öz mülkə nəsə verirsə, yəni iynəni biz dənizə batırsaq, nəsə azalar mı dəniz suyundan? Heç bir şey. Yəni, Allah subhanallah mülkünə heç bir şey azalmır.